3 dəqiqəlik sürə bilərsən. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cərimə kamerasında saxlanma müddəti daha 10 gün uzadılıb. Bu barədə İşçi Masası xəbər yayıb. Məlumata görə fəal mayın 19-da karserdən çıxarılmalı olsa da rəhbərlikdən gələn qərar gedişatı dəyişdirib. Təşkilat sosial media hesabında bildirib ki, mayın 6-sında Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun azadlığa buraxılması tələbi ilə azlıq aksiyasına başlayandan sonra Mustafayev 6 saylı cəza çəkmə müəssisəsinə gətirilib və burada karserə salınıb. Elvin Mustafayev ötən il narkotik maddələrin satışında ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib. O ittihamı rədd edir və bunu işçi masasındakı fəaliyyəti ilə əlaqələndirir. 2022-ci ildə yaradılan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının 4 üzvü hazırda həbsdədir. Onlar həbslərini siyasi sifariş hesab edir. Ölkə rəsmiləri isə heç kimin siyasi səbəblərdən təqib olunmadığını bildirir.